valla hələ bişməyib, valla. Nənən qurban, hələ bişməyib ki. Sənə qurban olaram, hələ bişməyib, hələ nənən video çəkir. Elə bir bişim xanımla boşqa bir gətirim. Sənə mən qurban olaram, ay mənim. Hələ nənən çəkir sağdan, soldan. Xanımlar, bunları balaca balam bişirib. Soyub, indi soyuduca qoyacağım. Yəni bilirsiniz də, balaca balam biraz belə qarışıq yeməklər sevir. Deməli, burada biraz sinəti qalmışdı xanımlar bu tavada. Əlavə soğan qızardı, biber, yaşıl biber qızardı, pomidor soku əlavə edib, nə bilim, göyərti deyəsən doğrayıb əlavə edib, sonra qarğıdalı konservası əlavə edib. Yeyib, möşücan, indi bunları da soyub qoyuram soyuducuya. Bu da xanımlar makarondur. Balam qızardıb, süzüb. Maması ona qurban. Yəni onun ürəyi bir şey istəyəndə elə gəlir də yemək varsa onu yemir. Özü istədiyini bişirir, yeyir. Maması qurban. Sizin uşaqlarınız belə bişirir də xanımlar. Bunlar böyükdür də qazanlar, balaca qazanlara əlavə edeyim, qoyum soyuducuya. Maması ona qurban. Xanımlar, ilk dəfədir belə qabyan kapsul alırıq. Mən həmişə finish istifadə etmişəm. 2014-cü ildən də qabyan maşınım var. Neçə ildir? 11 ildir, 12 il olacaq. Hər zaman finishdən istifadə etmişəm. Bütün məhsulları içərisində, yəni təmizləmək üçün, sonra parladıcısı, hər bir şey, duzu falan hamısı finishdən istifadə etmişəm. Cəmi bir dəfə fer istifadə etdim, onu bəyənmədim. Sonra xanımlar yazdılar ki, bəs bu boykot məhsuldur. Xanımlar, mən boykot məhsulları heç tanımıram. Bilmirəm hansı məhsullar boykot məhsullarıdır. Ona görə də bitmişdi. Oğluma dedim, elə Real Marketdən alıb, bingo. Bilmirəm, bu yaxşıdır, pisdir. Deməli, 50 dənədir xanımlar. Finish bahadır da bilirsiniz. 50 dənədir. Görə neçə? 14 manat neçəsə qəpiyə. Oğlum deyib almışam. İndi düşünürəm ki, 50 dənəsi 14 manat neçə qəpiyədirsə, yəni ucuzdur. Belə baxanda yaxşıdır, keyfiyyətdə, yəni istifadə üçün yaxşıdır. Amma məncə keyfiyyətli olmaz axı. Keyfiyyətli olsa 50-si niyə 14 manat neçə qəpiyə olsun. Amma sonuc etibarilə qab yuyur da, qaynar suda qabı yuyacaq da. Belə. Sadəcə sizdən məsləhət almaq istəyirəm ki, bu necədir, bu haranındır. Vallahi heç oxuya bilmədim, harandır, nədir, harandır, nədir. Sonra xanımlar deyəcəklər, bu da, nə bilim, boykot məhsuldur, bilmirəm nə məhsuldur. Bu haqda mənə yazın xanımlar və istifadə edirsinizmi, etmirsinizmi, razısınızmı, razı deyilsinizmi, belə. Bir də xanımlar, bu sosial şəbəkədə görürdüm xanımlarda. Oğlum alıb gətirib, elə, balaca oğlum. İş yerin yanında satırmışlar. Bilirsən, 1 manat mağazada. Oradan alıb gətirib xanımlar. Yəqin sizlər görmüşsünüz. İçində 100 paketdir. Deməli, xanımlar. Çay dəmləmək üçün. Yəni, mən görürdüm, çox bəyənirdim. Belə, bu paketin içərisinə çaya əlavə olunur. Sonra bağlanır, atılır çaynikin içərisinə də, dəm çaynikin içərisinə. Sonra dəm çayniki yuyanda rahat olur da. Bir dənə bu torbadır, götürülür, atılır. Xanımlar, 100 ədədi 1 manat. 1 manat? Hə, 100 ədədi 1 manat. Nə bilim, neçə qəpiyə gəlir? 1 qəpiyə gəlir, neçə gəlir? Hə, 1 qəpiyə gəlir də. Yəni ki, yaxşıdır. Belə. Yəni, görməyənlər, bilməyənlər üçün göstərirəm xanımlar üçün. İndi mən TikTokda falan görmüşəm, TikTok olmayan xanımlar. Belə göstərim yaxınlandı xanımlar, bu cür. Belə. Çay əlavə olunur içərisinə, buradan da belə bağlanır. Sıxılır, bağlanır, sonra da atılır. Artıq günah istifadə edib. Yəni belə istərim, onu da sizə göstərəm. Açıram xanımlar burada, bilmirəm də, yəni qiymətinə görə necə yuyacaq. Şurada da hər anda, amma nə bilmirəm necə məhsuldur, nədir. Nə qəşək. Xanımlar, Məlik oturub məni gözləyir. Bir dənə də özü ilə boşqab çıxarıb dolabdan xanımlar. Elə bilir ki, bu yeməli bir şeydir. Sənə mən qurban olaram, gözləyir. Elə bilir ki, yeməli bir şey. Nənən üzrü yeməli deyil ki.
Nənə qura bu dərmandır, qabları yumaq üçün. Xanımlar özü də 4 dənədir burada. Finişdə həmişə 3 dənə olurdu da. Üçü bir yerdə elə deyirlər. Bunda 4 ədəd. 1, 2, 3, 4. Belə görüntü qəşəngdir. Məli elə orada da otur, nənə qura. İndi görək necə yuyacaq da. Belə. Şöyle qabını gətir yıraq için. Tökə yıraq için. Xanımlar da görsünlər. Belə xanımlar. Yəni görüntüsü qəşəngdir. Bakalım görək də necə yuyacaq. Hələ istifadə etməmişik də. İndi açdım da. İnşallah razı qalarıq. Mən də deyirəm yəqin düz deyək qabları yuyacaq. Neyniyəcək xanımlar? Hər halda əldə yumaqdan pis yumayacaq ki, əlimizdə qabı yuyuruq. Qaynar su ilə. Mən 65 dərəcədə qoyuram yumağa. Yəni qaynar su ilə yuyacaq da. Sadəcə olaraq deyirəm birdən qabların rəngini aparar. İndi onu görək də necə olacaq. Gündəlik işlətdiklərimiz onsuz da indi köhnəliklərdə eyb yox. Görək onların rəngini aparacaq, aparmayacaq. Yəni mənim narahat olduğum odur ki, qabların rəngini aparmasın. Mən məsəl üçün finish almışam indiyə qədər 12 il olacaq istifadə edirəm. Mənim bir qabımın rəngini aparmayıb. Ucuna gətirsin, öz qabını əlavə edim. Mənim dönə qurban gördüyün o yeməlidir. Cümlənə sönə qurban, o yeməlidir. Sönə qurban, o şeyini. Başa düşdük xanımla astıq, gördü ki, yox. Gör baxın maşına qoyanda qabları yumağa. Hemen sənə qurban. Belə görüntüləri qəşəngdir. Özü də bu ortasında olan gellərdən 2 finişləri 3 idi. Sonra ferilərdən də 3 ədəd 3 görmüşəm də, yəni belə görmüşəm. İndi bu 4 dəfə belə görürəm. İnşallah ki, razı qalarıq da. Qaldığımız zaman da sizə deyərik, siz də əgər istifadə etmişsinizsə fikirlərinizi yazarsınız. Bir də mən bilmirəm, bəlkə bu da boykot məhsuludur, nədir? Belə. Hanımlar, burada biraz vermişinlə ət qalır. Burada biraz iç yerdən var. Biraz o yeməkdən, biraz bu yeməkdən. Burada da biraz günayla özüm üçün lobya bişirirəm. Burada yağ soğan edirəm. Hazır olsun. Bu arada xanımlar maşın işləyir, qabiyan maşın. Onun səsi də gəlir, üzrü hesab edin. Deməli, qabiyan maşın dünə istifadə etdiyi kapsulu. Yəni, öyle normal. Finish necə yuyur, bu da elə yuyur. Yəni, öyle bir dəyişiklik olmalı. Yəni, bir də qabların rəngini aparar boş qablara. Yəni, öyle bir şey olmalı. Bu da xanımlar, hər zaman yediyimiz şeylərdir də. Mangal salat edəcəm. Burada kompot var idi, soyduzda yenə də gətirdi. Günə. Narla heyvadır, bu da Feyfan çok sevdi, böyük oğlum. O her şeyi sevmir. Feyfan çok sevir. Xanımlar, mən hər zaman açanda iyiləyirəm, ola bilər soruşarsınız niyə? Olar da, yəni bəlkə xarab olar, bəlkə bir şey olar.
Ona görə mən iyiləyirəm hər zaman. Açdım. Manqalı iyi gəlir. Burada da xanımlar bir dənə böyük baş soğan, qırmızı soğan, bir də göyərti şişə şürt qarışıq. Bunları da doğrayacağım, əlavə edəcəm içərisinə. Mən görürəm xanımların çoxu lobyanı pomidorsuz edirlər. Sonra qışda pomidor vururlar. Amma mən elə pomidoru üzərinə vururam. Bağladığım zaman. Biz rayonda olanda xanımlar biz qovurma edirik payızda. Yəni kasıb insanlar belə hər kəs edir. Heç olsa bir dənə quzu, qoyun, yəni alırlar, əvvəldən alırlar, xanımlar bəsləyirlər, payızda kəsirlər, 2 dənə, 3 dənə, heç olmasa bir dənə də, yəni kasıb olsa da, onu yağda qovururlar, yağın içərisində küpədə saxlayırlar, ya belə çüyün, vedrədə, qazanda saxlayırlar. Sonra qışda çox gözəl. Onunla bozbaş bişirirlər, onunla lobyanı bişirirlər, onunla badımcan çıxırtmasını bişirirdik. Yəni çox ləzzətli olur. Belə indi də biz ətlə də bişiririk lobyanı. İndi tez bazar olanda belə bişirirəm. Yağ soğan edirəm, əlavə edirəm. Amma belə olanda yəni ətlə də bişirirəm. Belə xanımlar, indi öz suyu çəkilsin, pomidorun falan suyu da. Bir də yumurta üzərinə gəzdirəcəm. Belə gözəl xanımlar. Bu arada xanımlar, bəzi xanımlar bir dənə görürsünüz, soruşurlar. Burada plintus yanıb, görürsünüz. Görün, əriyib, yanıb deyərkən əriyib. Məndə kompleks yaradır. Görünür, kompleks yaradır. O, bilirsiniz niyə elə olub xanımlar? Qışlıq hazırlıqlar etdiyim zaman çox yanıb da, yəni bura çox istifadə olunub. O da plastikdir də, əriyib də. İndi burada maşağı heç görmürəm. İndi geri bacım gilə gedəndə 8-ci kilometrə oradan alıb gələm. Olsa taksini gələm. Gətirəm. Xanımlar, bunu mən doğruyum. Xanımlar, doğradım. Yəni bu soğandır, göyərtidir. Bunlar istəyə uyğundur da. Xanımlar, öz duzu, yəni normaldır. Göyərti ilə soğana görə vururam. Üzərinə stres çəkib qoyacaq, soyuducu. Uşaqlar istədiyi zaman götürürlər, yeyirlər. Yemək yedikləri zaman yeyirlər salak kimi. Bəzən heç yemək yeyəndə yemərlər, arada ürəkləri istəyir, yeyirlər. Yəni bu salatı, manqal salatını evdə hamımız xoşlayırıq. Belə gözəl xanımlar.
Obya da hazırdır xanımlar. Qabları da yerlərinə yığın. Xanımlar, banan pirojnası bişirəcəm. Mənə lazım olanları dəzgahın üzərinə yığmışam. Hardasa 4 stəkan un gedir. Mən 3 stəkanını xəmir yoğuracağım qaba əlavə etmişəm. Xanımlar, 1 stəkanını isə kənarda saxlamışam. Bunu az-az əlavə edəcəm. Çünki ola bilər 3 stəkan yarım gedər. Ona görə 1 stəkan kənarda saxlamışam. 4 stəkan un götürmüşəm. 1 stəkanda 200 ml qatıq götürmüşəm. Xamal smetan da vura bilərsiniz. Mən qatıq götürmüşəm. 3 yemək qaşığı şəkər tozu, 1 çimdik duz, 1 paket vanil, 1 paket qabartma tozu, 1 çay qaşığı sarı kök, yəni vurmaya da bilərsiniz siz. Sonra xanımlar 250 qram yağ, otaq temperaturunda yumuşalmış yağ, 1 ədəd yumurta, həm ağı, həm sarısı. Bu da xanımlar qoz fındıq ləpəsi qarışıqdır, içliyidir. İndi əlavə lazım olsa əlavə edəcəm də, belə götürmüşəm qabda. Belə gözəl xanımlar. Yağı dondurucudan götürüb, rəndədən keçirib, yağın üzərinə əlavə edib, umas edə bilərik. Mən yəni otaq temperaturunda qoymuşam, yumuşalıb. Xəmirdə lap yaxşı, yəni xəmiri yoğuranda qarışsın xəmirə deyə 30 saniyə qoyacam xanımlar mikrodalğaya. 30 saniyə qoyacam, çox yəni əriməməlidir də. 30 saniyə, 20 saniyə qoyacam mikrodalğaya. Yəni xəmiri yoğuranda rahat olsun mənə. Belə. Bir tək, mən umac etməyəcəm xanımlar. Bir tək, amma umac edəndə daha yaxşı olur. Bir tək bu unu kənarda saxlayacam. Bir stəkan unu kənardan saxlayacam. Qatığı, şəkər tozunu, yəni hər bir şeyi, bu heç, hər bir şeyi, çaşarım əlavə edərəm. Hər birini əlavə edəcəm, xəmir yoğuracağım. Qaba yoğuracağım, sonra bir stəkan unu da az-az əlavə edəcəm. Xanımlar, mən ilk öncə mikrodalğaya qoyum bu yağı. Bir 30 saniyə yumuşalsın, sonra başlayayım xəmirimi hazırlamağa, yoğurmağa. Xanımlar, bu arada YouTube'da belə bir funksiya yeni, belə deyək də, icad ediblər. Kanal sahibi rəy bölməsində, məsələn, siz hər hansı biriniz mənə rəy yazırsınızsa, səsli halda da sizin verdiyiniz sualı cavablandıra bilərəm. Belə. Başım qarışdı, xanımda 30 saniyə oldu, çox oldu. 20 saniyə əslində yetərli idi. Deməli, kimsə mənə rəy yazır. Bu daha çox sual verilən rəylərə aiddir. Məsələn, sual verirlər, onu uzun-uzun yazmaq olmur, axı çətin olur, yazıb izah etmək olmur. Xanımlar, mən özdə yazıram, özdə bir barmağımla yazıram, şəhadət barmağımla. Bir-bir, yəni diqqət edirəm. Yəni yazdığımız zaman hərflər səhv düşür, sağdakı və ya soldakı hərflər düşür. Mən yenidən onları bir-bir düzəldirəm. Yəni bu mənə çox çətin olur. Yəni ona görə o funksiya o qədər sevindim ki. Amma unuduram, cavab yazıram, amma sonradan yadıma düşür ki, bu funksiya var. 30 saniyədir. 30 saniyəlik biz səs atıb sizə nəyisə izah edə bilərik. Bir neçə dəfə ata bilərik də, yəni, amma 30 saniyədən uzun olmamaq şərti ilə. Dünən bir izləyicim mənə çox belə təhqirli rəy yazmışdı, ona cavab verdim. Cavab verdim ki, yəni nə qədər zavallı bir olasınız ki. Bu arada xanımlar, bu gün deməli Rəcəb ayının 2-ci günüdür. Biraz Rəcəb ayından danışım sizə xanımlar. Bu gün Rəcəb ayının 2-ci günüdür. Sadəcə canlı aça bilmirəm. Əslində dünən də sırağa gündə canlı açmaq istəyirdim. Rəcəb ayı girəcək gecə, 21-dən 22-sinə keçən gecə əslində mən canlı açmaq istəyirdim, aça bilmədim. Dün açmaq istəyirdim, Rəcəb ayının 1-ci gün aça bilmədim. Bilirsiniz, evdə tək yaşamıram, yəni aça bilmirəm.
Elə buradan sizləri təbrik edim. Rəcəb ayınız mübarək olsun. Bu gün ayın 23-üdür. Rəcəb ayının da 2-ci günüdür. Rəcəb ayımız mübarək olsun. Peyğəmbər sallallahu əleyhi və səlləm hədis var, buyurur ki, Rəcəb ayı Allahın ayıdır. Şaban ayı mənim ayımdır. Ramazan ayı isə ümmətimin ayıdır. Bu aylar bağışlanmaq, istiğfar aylarıdır, tövbə aylarıdır. Ümumiyyətlə bütün günahlardan belə deyək də müalicə olunmaq ayıdır. Mən də elə həmin rəy yazan xanıma dedim ki, bu qədər zavallı olmuyor. Rəcəb ayının ilk günüdür. Sizin kimi pisliklərin, bütün pisliklərdən müalicə oluna biləcəyi bir aydır. Sizin üçün bir fürsətdir. Yəni hər birimiz üçün zaten onsuz da fürsətdir. Yəni sizin kimi pisliklər üçün lap bir fürsətdir. Belə bir gündə bu nə təhqir rəydir mənə yazmısınız. Mən ona rəy yazdım, sonra yadıma düşdü, səsli də atdım, ona cavab verdim. Belə gözəl xanımlar, yəni hicri təqvimi ilə 7-ci aydır. Rəcəb ayı Allahın ayıdır. Bu ay bizim üçün fürsət olmalıdır. Bizim üçün bir fürsətdir, bir qənimətdir. Əgər oruçlarınız yoxdursa, vacib oruçlarınız yoxdursa, Rəcəb ayı niyyəti ilə oruçlarınızı tuta bilərsiniz. Əgər vacib oruçları, qəza oruçlarınız varsa, onda qəza orucu niyyəti ilə oruçlarınızı tutmalısınız, tutmalıyıq. Həm orucunuzu yerinə yetirmiş olursunuz, həm də Rəcəb ayının xeyrindən, fəzlindən inşallah ki, bəhrələnmiş olursunuz. İnşallah ki, bu aydan üzü ağ çıxarıq Şaban ayına, Şaban ayından üzü ağ çıxarıq Ramazana, Ramazanda da inşallah ki, bütöv bir şəkildə günahlarımızdan təmizlənmiş halda çıxarıq. Rəcəb və Şaban ayları bizi Ramazan ayına hazırlaşdırır. Ayrıca da bu ay haram aylardan biridir. Bilənlər bilir, bilməyənlər üçün deyirəm. İslamda 4 haram ay var. Məhərrəm ayı, Zilqədə, Zilhiccə və Rəcəb aylarıdır. Bu aylar, yəni başqa aylarda halal olunan bir əməllər belə bu ayda haram olunub. Məsələn, müharibə, dava etmək, qan tökmək bu aylarda haram edilmişdir. Bu ay qorumalıyıq əzəmətini, ehtiramını. Belə. İnşallah ki, canlı açaram, daha geniş şəkildə danışaram. Rəcəb ayımız bir daha mübarək olsun. İnşallah ki, bu aydan bəhrələnərik. Yəni, bizim üçün boş keçməz. Belə xanımlar. Ən azından heç olmasa bu ayda, yəni nə qədər bacarırsınız oruç tutun. Ən azından əvvəlində, ortasında, sonunda bir gün olmuş belə olsa oruçlarınızı tutun. Çünki rəvayətlərdə gəlir ki, bu ayda oruç tutarıqsa cənnət qapıları üzümüzə açılar, cəhənnəm qapıları üzümüzə bağlanar, Sirat körpüsündən rahat keçərik, qəbr əzabından bizi amanda saxlayar. Yəni bir qədər olsa da, o can vermə anımız ki var, o bizim üçün asan da olar. Yəni, savabları çoxdur, fəziləti çoxdur, xeyri çoxdur. İnşallah ki, biz də bəhrələnərik. Bu bərəkətdən, bu gözəl ayın, bərəkətli ayın fəzilətlərindən biz də bəhrələnmiş olarıq. Belə gözəl xanımlar. Bir hamısını əlavə edirəm. Bəzən xanımlar yazırlar ki, təkrar bişirirsiniz eyni şeyləri. Gözəl xanımlar, siz təkrar görmək istəmirsinizsə, gedin yemək kanallarını izləyin. Mənim kanalım yemək kanalı, mətbəx kanalı deyil ki.
Və ayrıca da onlar öz evləri üçün hər gün o fərqli yeməkləri hazırlamırlar ki, onlar sifariş götürürlər, sifarişlər hazırlayırlar. Biz də evimizdə nə var, ona uyğun nələrsə hazırlayırıq. Gördüm, qoz, fındıq içliyi var, ləpə var. Ondan düşündüm nə hazırlaya bilərəm. Banan pirojnası. Yəni evimizdə nə var, ona uyğun edirik də xanımlar. Xanımlar, bu cür xəmir, yumuşaq xəmir alınır. Bax, bu cür. Üzərini streslə örtürəm. Soyuducuya qoyuram, bir yarım saat. Lap 20 dəqiqədə olar. Və ya yarım saata qədər dinlənir. Sonra götürürük. Köndələri ayırırıq. İçliyi qoyub. Müxtəlif istiliklərlə edə bilərsiniz, xanımlar. Kəsmiklə də edə bilərsiniz, qozlakası ilə də edə bilərsiniz. Bu cür gözəl xanımlar. Mən tərəzi ilə edirəm xanımlar hamısını. Sərgəl olsunlar, eyni qramda olsunlar. İlk öncə maşını qoşum xanımlar, yusum. Qablar dolub. Sonra başlayayım. Əli ver mənə. Nənə, ikimiz bir şey. Ay, sağ olun. Keç bu tərəfə. Ya görüyor musun? Seni kuzum. Canım benim. Canım benim. Canım benim. Bu pişsin vereceğim yersin.
Hani əzmədə nənə burada. Əzmə, nənə burada. Ay canım. Xanımlar, Günay xanım yemək pişirir orada. İndi siz videonun əvvəlində görürsünüz ki, həmin qazanlarda, tavada yemək var. O başqa gündür. Dünən idi də. Biri bir gün ondan öncə idi. Bu gündür, ayın 23-dür. İnşallah ki, bugün paylaşıram videomu. Bugün Günay xanım orada yemək edir. Mən də xanımlar birinci listi göndərirəm sobaya bişməyə. Altı qızarır, çox da qızarmır da. Üstü də qoymuruq qızarmağa, şəkər bura kimi də götürürük. Lap az-azcıq belə çəhrayı edə bilərik. Mən adətən elə edirəm, çünki çox ağ olanda elə bilirəm ki, yaxşı bişmir. Burada da xanımlar, bunları qoyuram, onlar bişənə qədər, bunlar özünü belə deyək, özünü tutsun. Yaxşı, əl vurma nənə qurban. Burada da xanımlar qalıb kündə hələ. 2, 4, 6, 7 dənə də kündə qalıb da hələ burada. Böyle. Birinci bunu gönderin pişmeye. Böyle. Hanımlar, axır ki bitirdim. Balaca listede yığdım. Birinci list pişmə üzrədir. 6 pişib, üzərini qoymuşam pişsin. Onu götürün, bu ikinci liste koyacağım, sonra da bunu. Xanımlar, birini Məli isti yedi, nənəsi ona qurban. Yeməyini yedi, isti də üzərində yedi, getdi yatdı. Neynəsi ona qurban. Mən çox zaman şəkər pudrası gəzdirirəm üzərinə. Çünki şirin sevirəm mən, biz ümumiyyətlə şirin sevirik. Ona görə şəkər pudrası gəzdirirəm xanımlar üzərinə çox zaman. Amma belə də. Şəkər pudrası gəzdirdiyimiz zaman düzdür, itir də, yəni görüntü itir. Yəni banan bu cür olmalıdır da. Şəkər pudrası gəzdirdiyimiz zaman, yəni rəngi biraz uyğun olmur. Ona görə gəzdirmədim, amma əslində gəzdirəcəm. Biz öz yeməyimiz üçün üzərinə şəkər pudrası gəzdirəcəm. Yanında şirinliyi olur da. Belə. Sizlər də bişirin. Övladlarınız nuşicanla yesinlər. Günay da yeməklərini bişirdim. Belə. Sobanı da sildik, tərtəmiz. Pəncərələrimizi açdıq, evimizi havası təmizləndi, tərtəmiz. Məliyə demişəm, yat, qalxanda, oyananda gedərik markete, sən aparacam markete. Söz vermişəm Məlikə. Xanımlar, ağlayır, özünü öldürür. Sobada hələ bişməyib. Açıram, baxıram da, görüm necə bişib, bişməyib. Bunları açıb baxa bilirik də xanımlar. O bisküvi, keks onları aça bilmirik, amma bunları açıb baxa bilirik. Ağlayır, özünü öldürür. Boş qəbərində gəzdirir ki, mənə veriyim. Ağlayır, küsür, belə nəsə deyir. Deyirəm, o nənə qurban. Bişməyib, baxıb, bişsin verəcəm də. Belə. Yəni ki, burada nəsə gördü, nəsə şıqıltı gəldi, nəsə sobanın üzərində nəsə gördü, ya stolun üzərində nəsə gördü ki, nəsə eləyirik. Həmən bir dənə boşqab götürür. Alt dolabları açır, oradan boşqabı götürür, gətirir ki, mənə də verir. Bu cür gözəl xanımlar. Allah amanında qalın, Allah əmanət olun. İnşallah yeni videolarda görüşərik. Bugünkü videomuzda bu qədər olsun. İnşallah vaxt edəcəm, yəni sakitçilik olmur, bəzən özümü yaxşı hiss etmirəm, canlaça bilmirəm. Çünki canlaçanda neçə saat olurum da canlıda. Gəlirlər, heç nədən təhqir edirlər, enerjim də düşür, əsəbləşirəm. Ona görə həvəsim olmur açmaq. Amma əslində canlı açıb Rəcəb ayı haqqında danışmaq istəyirəm, söhbət etmək istəyirəm. Yəni bizim millət budur da xanımlar, bizim cəmiyyətin insanları budur. Məsəl üçün, sağollaşmışam, yenə danışıram. Sosial şəbəkələrdə yəqin görmüsünüz də, neçə il bundan öncə televiziya verilişlərin birində idi. Xanım da demək olmaz. Deməli, həyat yoldaşına xəyanət edir, həyat yoldaşının yaxın qohumu ilə, əmisi oğlu ilə. Qaynana bunu görür və qaynananı öldürürlər. Qadına 3 il, bilmirəm, körpə uşaqlar olduğuna görə nə, 3 il həbs vermişlər. 10 ay qalırdı, o amnistiya düşüb. Amma əslində bu cür insanların, yəni bağışlanması, amnistiya düşməsi düzgün deyil.
Düzdür, indi bəzən deyirik ki, Allah bağışlayandır biz kimi. Bəli, Allah bağışlayır. Bağışlayandır. Əvvəla bizə sərf etdiyi yerdə Allahdan misal gətirməyək. Çünki Allah Taala'nın rəhməti qədər deyil bizim rəhmətimiz. O qədər geniş deyil rəhmətimiz, mərhəmətimiz. Ayrıca da Allah Taala qətl törədəni heç bağışlamır. Yəni ki, qadın çıxıb bütün sosial şəbəkələr sanki qadın bir qəhrəmandır. Bütün qadın haqqında yazırlar. Hər yerdə qadın da ki, elə bil ki, heç yəni qaynana, həyat yoldaşına xəyanət edib, qaynananı öldürüb, yəni həbsə girən bir qadın deyil. Elə bil ki, hardansa bir gəzməkdən, tətildən gəlir. Elə bir görüntüdə məni ən çox da məni məyus edən, ən çox da məni şoka salan bütün sosial şəbəkələrdə rəy yazanların 99%-i qadınlar. Çox sevinirlər, çox şükür edirlər. Biz həmin zaman deyir, çox ağlamışdıq. Həmin qadını deməli elə verilişdən birbaşa gəlib aparmışdılar da polislər. Həbs etmişdilər. Deməli, bütün 99% rəng yazan qadınlar yazırlar ki, biz həmin verilişdə çox ağlamışdıq, çox nə bilim pis olmuşduq, çox şükürlər olsun ki, çıxdı azadlığa. Bəs xəyanət üstündə hər hansı bir qadın xəyanət edir, həyat yoldaşı kişi onu qətlə yetirir. Bəs onda niyə o kişi haqq qazandırmırlar? Mən demirəm, haqq qazandırar. Yəni onda niyə hamı deyir ki, həmin bu yazan qadınlar yazırlar ki, heç kimin ixtiyarı yoxdur, bir cana qıysın. Nə olur olsun, səbəb nə olur olsun, heç kəsin ixtiyarı yoxdur ki, Allahın verdiyi cana qıysın. Bəs necə olur? Yəni buradan da nə meydana gəlir xanımlar? Yəni normal bir insan həyat yoldaşına xəyanət edən və qaynananı, yazıq qaynana görüb, yəni onu örtbasdır etmək üçün qaynananı itəliyib yıxıb öldürürlər xanımlar pilləkəndən və belə bir insanı mən niyə sevinməliyəm ki, şəxsən mən niyə sevinməliyəm ki, şəxsən mən sevinmirəm. O çıxdıqca daha da əxlaqsızlıq, yəni belə deyək də, həddini aşır. Daha da o, yəni düşüncədə olan qadınlar deyir, nə yaxşı, uşaqlarına görə 3 il verdilər, hələ amnistiyada düşdü, çıxdı. Yəni bu mən şəxsən mən sevinmirəm və 99% yazan qadınlar zaten yazdığı rəylərlə kim olduqlarını bəlli edirlər. Yəni normal qadın o cür çox şükür xəyanət edən bir qadın haqqında danışmaz, sevinməz. Bu da bunu göstərir ki, yəni o deyir icebergin deyə göründüyü tərəf, belə bir məsəl var, deyir icebergin göründüyü tərəfdir bu hələ. Icebergin görünmədiyi tərəfləri var. Yəni biz üstü açıldığı zaman bilirik də, filan rayonda, filan yerdə, ya filan Bakının filan yerində filan kəs həyat yoldaşına xəyanət edir. Biz bunu açılanları bilirik də, üstü açılanları bilirik. Düzdür xanımlar? Bu rəy bölməsində 99% həmin qadına haqq qazandırıb, çox sevinib, çox şükür edən qadınların hər birinin çox üzr istəyirəm, əxlaqsız olduğunu mən düşünürəm. Yəni belə. Hardan hara getdim bilmirəm. Onu demək istəyirəm. Yəni bu cür insanlar, təbii ki, mən gələndə, abırdan, həyadan canlı açıb danışanda, mən Allahdan danışanda, günahlardan qorxaq, geri çəkilək, həyatda hər bir şey ola bilər, hər bir səhv edə bilərik. Önəmli olan səhvi ikinci dəfə təkrarlamayaq, səhvimizdən, günahımızdan dərs çıxaraq deyəndə, təbii ki, onlara sərf etmədiyi üçün gəlib mən təhqir edirlər. Mən təhqir edirlər, mən də imam evladı deyiləm ki, mən də əsəbləşirəm, aqressiv cavab verirəm, ona görə canlılar aça bilmirəm. Yoxsa canlılar açıb, Rəcəb ayı barədə mən geniş-geniş söhbətlər etmək istəyirəm. Bu qədər gözəl xanımlar, Allah amanda qalın, Allah pis insanları qarşımıza çıxarmasın, Allah bu yolunu azanları bu ayda hidayət etsin. İnsaf versin, insaf gəlsin onların da qəlbinə, bir təmizlənmək üçün, bir günahdan çəkinmək üçün bir cəhd etsinlər heç olmasa. Öpürəm hələlik gözəl xanımlar.